Hamını salamlayıram. Bugün yerli artist Aysel icazə ver mahnısını. Epilepsy warning var. Tak что dinləsəz, baxsaz bunu bilin. Deməli Aysel mənim ümumiyyətlə ən sevdiyim yerli ifaçı. Bəlkə top 5-dən biridir. Çünki fərqli vizuallar, fərqli backtrack işlətməyi, fərqli cür yanaşmağı, obraz olaraq da digər ifaçılardan fərqli olmağı mənə elə gəlir ki, fərqli nə mənada, yəni bizim əvvəl görmədiyimiz obrazlardandır və musiqisi çox keyfiyyətlidir. Çox keyfiyyətlidir. Cover eləsə belə o qədər keyfiyyətli işləyir ki, yəni belə baxaq icazə ver trackına. Deməli sözü Əliağa Vahiddən, prodüser Emin Kərim, mix master Emin Kərim, ingilis dilində olan sözlər Ayselin və musiqi Ayselin. Belə. Geyim dizayneri Aynur Xəlilova, styling Kəmran Əsənli. Okay, let's go. Fikir vermisinizsə, Aysel ağ-qara görüntülərdən çox istifadə edir. Heç nə yoxdur, 3 notun üzərində qurulur melodiya. Amma insanın yadına yerləşir, yaddaşa yerləşir. Görürsünüz, eyni melodiya, amma sadəcə ikinci dəfə əlavə səslər, bət vokallar, harmonizing prosesi gedir. Sözləri çox möhtəşəmdir bu arada, təbrik eləyə bilərik. Məncə çox möhtəşəm olub sözlərin. Okey, sözləri özünün deyildi, indi yadıma düşdü. Əliağa Vahidin. Sözlərlə musiqinin, belə deyim də, yəni düzgün musiqinin tapılması. Bilirsiniz, xüsusən indiki dövrdə, yəni mənə elə gəlir ki, bu süni intellekt filan bunların yayıldığı bir dövrdə mənə elə gəlir dinləyici orada emosiya və hiss axtarır, müəyyən ruhani bir şeylər axtarır və bu cür vizuallar növbəti illərdə daha çox olacağını təxmin eləyə bilərəm. Mənə elə gəlir ki, yəni artıq boş-boş sadəcə oxuyub, belə deyim də, hansısa maşında gedib klip çəkmək, dəniz qırağında, ya nə bilim, belə tipik Azərbaycan, məsəl üçün, çox məşhur müğənniləri necə çəkir kliplərini. Yəni o cürdənsə belə vizualların olması 1 may bugün ayın 18 günə 133.000, 134.000 çox azdır. Yəni bu direkt mənə elə gəlir ki, bizim insanlar niyə bu cür şeyləri çox pis dəyərləndirir, çox bu cür artistlər, yəni xaricdə milyonları keçir, milyardlarla
dinlənilir, nə bilim. Our hearts will crumble, but castle walls try to hold. Çox səliqəli işlənilib. Drake prodüser, yəni çox səliqəli işlənilib. Yəni o dəqiq qatları var. Bilinir ki, hansı qat nə vaxt gəlir, hansı səslər nə vaxt qoşuldu. İnkişaf, mahnının inkişaf. Burada çox Burada vizualda çox məna var. Yəni bunların hamısını bir-bir mən təəssüf aça bilməyəcəm. Və bunu mən bir cür yazıramsa, başqa insan başqa yerə yaza bilər. Baş obrazın qara geyimdə olması, digərlərinin ağ geyimdə olması.